Bir müddət əvvəl Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verərək ölkəmizin gələcək inkişaf strategiyasının ana xəttini təşkil edən məsələlərə toxundu. Prezidentin çıxışında ən diqqət çəkən məqamlardan biri də elm və təhsilin inteqrasiyası ilə bağlı səsləndirdiyi fikirlər idi. Dövlət başçısı qeyd etdi ki, müasir dünyada güclü dövlət quruculuğu yalnız yüksək texnologiyalara və elmi əsaslara söykənən təhsil sistemi ilə mümkündür. Mövzu ilə bağlı Adı Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmailzadə bildirir ki, elm və təhsilin bir-birindən ayrı fəaliyyət göstərməsi artıq keçmişdə qalıb. Əsas bizim vəzifəmiz ölkəmizin qarşısında duran vəzifələrdən biri elm və təhsilin inteqrasiyasına nail olmaqdır. Çünki bilirsiniz ki, Sovet dövründə Elmlər Akademiyası fəaliyyət göstərirdi və orada əsas elmi araşdırmalar orada aparılırdı, amma universitetlərdə daha çox tədrislə məşğul idilər. Amma indiki dünya praktikası onu göstərir ki, demək olar ki, tədqiqatların böyük hissəsi universitetlərdə keçirilir, müəllimlərin, tələbələrin, aspirantların iştirakı ilə və bir növ hələ bir ayrı bir Elmlər Akademiyası ayrı bir mühitdə fəaliyyət göstərmir. Biz də Azərbaycanda bu islahatlara başlamışıq. Azərbaycanda artıq bəzi institutlar, universitetlərlə sıx inteqrasiyada fəaliyyət göstərir, yəni artıq müəyyən əməkdaşlıq gedir. Amma ümumiyyətlə belə götürsək dünya praktikasında biz dünya standartlarından biraz geridə qalırıq, yəni elmin inkişaf standartlarından geri qalırıq. Yəni ki, universitetlərimizdə biz necə edək ki, universitetlərimizdə tək elm yox, həm də innovasiyalar inkişaf etsin, startaplar inkişaf etsin, iqtisadi inkişafa töhfə verilsin, ekosistemə töhfə verilsin. Yəni universitetlər bir növ elmi araşdırmalarla və innovasiyalarla iqtisadi oyunçuya çevrilsinlər, iqtisadi inkişafın bir lokomotivinə çevrilsinlər. Bu istiqamətdə biz gedək səylərimizi artıraq. Kimya İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Əfsun Sucayev isə universitetlərin elmi potensialının artırılmasının əhəmiyyətindən danışdı. Onsuz da universitetlər tələbələr, magistrlara nəzəri bilikləri yüksək səviyyədə verir. Lakin o nəzəri biliklərin möhkəmlənməsi üçün mütləq şəkildə onların təcrübi olaraq o proseslərə cəlb olunması həyata keçirilməlidir. Burada Elm Təhsil Nazirliyi çox düzgün bir yol seçib ki, məqsədə uyğun sayır ki, məhz tələbələrin və magistrların, onların təcrübə keçmə prosesi bilavasitə elmi tədqiqat institutlarında baş versin. Və bütün demək olar ki, bizim təbiət, dəqiq elmlər üzrə ixtisasların istənilən instituta görə onların kifayət qədər təcrübi potensialı var. Və bunlar həmin universitetin tələbə magistrları üçün yaxşı təcrübə mərkəzi olacaq. Beləliklə, elm və təhsilin bir platformada birləşməsi sadəcə struktur islahatı deyil. Bu, sabahın savadlı, bacarıqlı və dünya elminə inteqrasiya olunmuş gənc tədqiqatçılarını, alimlərini yetişdirmək üçün atılan strateji addımdır. Gələcək elmdədir. Elm isə təhsildən başlayır.